Əksər insanlar daha çox pul qazandıqca daha çox varlanacaqlarını düşünürlər. Amma reallıq fərqlidir. Problem nə qədər qazandığın yox, o pulu hara hərclədiyindir. Gəliri artan kimi çoxu dərhal yeni bir maşın, ən son model telefon və ya daha böyük bir ev alır. Onlar düşünürlər ki, bunlar onların sərvətidir. Əslində isə bunlar passivlərdir. Yəni, hər ay sənin cibindən pul aparan şeylər. Həqiqi varlılar isə aktivlər toplayır. Aktiv, sən işləməsən belə cibinə pul gətirən hər şeydir. Bu bir səhim, kirayə verilən əmlak və ya avtomatlaşdırılmış bir biznes ola bilər. Kütlə passivlər alıb varlı görünməyə çalışarkən, ağıllı investorlar aktivlər alıb həqiqətən varlı olurlar. Unutma, əgər aldığın şey səni varlı göstərib cibini boşaldırsa, sən sadəcə bahalı bir yoxsulluq içindəsən. Bəs sənin xərclərin sənə pul qazandırır, yoxsa səni borca salır? Mühakimə etmək sənə qalıb.